Hacıqabulun igid oğullarından biri olmuş Abbasov Hüseyn Ərzadə oğlu haqqında. Hüseyn Ərzadə oğlu Abbasov 1993-cü il fevralın 13-də Hacıqabul rayonunda anadan olub. Vətən müharibəsinə qədər 2016-cı il 2-5 aprel tarixlərində baş verən döyüşlərdə iştirak etmişdi. Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsi zamanı Murov dağın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hüseyn Abbasov oktyabrın 6-sında Suqovuşan döyüşləri zamanı canını vətənə qurban edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15-12-2020-ci il tarixli sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29-12-2020-ci il tarixli sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra Suqovuşanın azad olunmasına görə medalı ilə tərtif edilib. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilib. Bu kimi məlumatları bilmək istəyirsənsə, kanala abunə olub bəyənib paylaşmağı unutma.